Hesab edirəm ki, ölkə prezidenti Cənab İlham Əliyevin məhz enerji təhlükəsizliyi baxımından ki, biz indi danışırıq, bu istiqamətdə siyasəti tamamilə düşünülmüş, məqsəd yönlü, müdürlük siyasəti və bu siyasətin əsasında Ulu Öndər Heydər Əliyev hələ 1994-cü il reallığında əsl müqaviləsinin imzalanması ilə baş tutub və 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə Bakı-Ceyhan-Ərzurum qaz kəməri. Bundan savayı 2018-ci il may ayının 29-da Cənub qaz dəhlizinin işə salınması, həmin il iyun ayının 12-sində TANAP-ın işə salınması, 2020-ci il noyabr ayının 15-də artıq TAP-ın işə salınması və nəhayət 2020-ci ilin dekabr ayının 31-də, yəni son günündə Azərbaycan qazının Avropaya çatdırılması, bu Azərbaycanın enerji təhlükəsizliyi nöqteyi-nəzərdən atılan möhtəşəm addımlar idi. Və xüsusilə də Cənab Prezident söyləyirdi ki, bizim enerji siyasətimizin əsas mahiyyəti nədir? Biz istəyirik ki, öz enerjimizi deməli şaxələndirilmiş, diversifikasiya olunmuş şəkildə dünya bazarına çatdıraq. Yəni həm Rusiya bazarı var, həm Gürcüstan istiqaməti var, İran istiqaməti var və eyni zamanda əsas Avropa istiqaməti. Şaxələndirmə, yəni asıllıq olmasın. Hətta yeri gəlmişkən Rusiya bizdən bir dəfə tamamilə o bizim deməli neftimizi, qazımızı almaq təklifi ilə çıxış eləmişdir. Amma biz ona getmədik. Niyə? Çünki bir bazardan asıllığımız olmasın. Yəni siyasi təzyiq kimi bizdən istifadə etməsinlər bizə qarşı. Ona da Cənab Prezident söylüyor ki, bizim enerji siyasətimizin əsası odur ki, bu siyasət üçüncü dövlət hədəf almayıb. Və heç bir halda enerji siyasətin əlində alət olmayıb. Və burada bütün tərəflər uduşlu vəziyyətdədir bizim yeritdiyimiz enerji siyasəti sayəsində. Həm istehsalçı ölkə, tədarikçi ölkə Azərbaycan, həm tranzit ölkələr, bizdən qazı və ya nefti alan ölkələr və eyni zamanda deməli istehlakçı ölkələr. Üçü də burada uduşlu vəziyyətdədir. Ən düşünülmüş siyasət budur. Və bunun üçün də birinci növbədə siyasi iradə oldu. Çünki Cənub qaz dəhlizinin işə salınmasına bağlı nə qədər problemlər yarandı, nə qədər maneələr yarandı, maliyyədən tutmuş ekoloji problemlərə kimi. Amma dövlət başçısının siyasi iradəsi qalib gəldi. 3500 kilometrlik Cənub qaz dəhlizi çəkildi və bu nəticə etibarilə Azərbaycan enerji təhlükəsizliyinin müstəsna rol oynadı.